Salam, Qadın Məsləhətxanasının əziz xanımları. Bugün sizə dərinin dərindən təmizlənməsi, məsamələrin daralması üçün resept deyəcəyim. Biz xanımlar makiyaj edərkən və ya küləkli havada gəzərkən pudra, tonal krem və ya toz məsamələrə dolur və bu qara nöqtələrin və sızanaqların əmələ gəlməsinə səbəb olur. Bunun üçün bütün marketlərdə rahatlıqla tapa biləcəyiniz yulaf, yəni qırkulesi yaxşıca üyüdürsünüz. Üzünüzə su vurursunuz, yəni üzünüz nəm halda olur. Əlinizi bu yulaf ununa batırıb, bütün üzünüzü bir 2 dəqiqə kimi masaj edirsiniz. Yəni üzünüzün hər bir bölgəsini masaj hərəkəti ilə dairəvi şəkildə bütöv təmizləyirsiniz. Bundan sonra ilıq su ilə yuya bilərsiniz. Bu resepti hər gün də edə bilərsiniz. Amma həftədə 2-3 dəfə eləməyi və yaxud bir həftədən bir eləməyi daha yaxşı olar. Yəni, əgər üzünüzdə çirklənmə, kirlənmə, qara nöqtələri görürsünüzsə, istədiyiniz vaxtda bu resepti edə bilərsiniz. Kanalımıza abunə olmağı unutmayın.